Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün üzəri xırçıltılı, içərisi yumuşaq, çox dadlı, ləzzətli, möhtəşəm börəklər hazırlayacağım. Sizlər üçün də maraqlıdırsa, mənimlə qalın, videomuzu sonadək izləyin, mütləq hazırlayın, sizlər də dadına baxın. İndi isə keçirik əvvəlcə xəmiri hazırlamağa. Xəmir üçün bizə lazımdır 350 ml isti su. 350 ml suda 200 ml stəkan ölçüsü ilə 1 stəkan dolu, digər ikinci stəkandan da bir baş barmağı əski eləyir. İsti suyu əlavə edirik xəmiri yoğuracağımız qabımızın içərisinə, üzərinə 1 çay qaşığı dolu duz əlavə edirik. Duzu da qarışdıra-qarışdıra suyun içərisində həll edirik. Qeyd etdiyim kimi suyumuz isti olmalıdır, amma qaynaya-qaynaya əlavə etməyin, ilıq da əlavə etməyin, isti su olsun. Duzumuz həll olduqdan sonra unumuzu hissə-hissə əlavə edirik. Unumuzdan bir qədər əlavə etdikdən sonra üzərinə 1 çay qaşığı dolu qabartma tozu əlavə edirik. Bildiyiniz kimi bir paket qabartma tozunun içərisində 2 çay qaşığı, yəni 10 qram qabartma tozu olur. Biz 1 çay qaşığını əlavə edirik, qalanını isə istifadə etmirik və başlayırıq xəmirimizi qarışdırmağa. Bir qədər qarışdırdıqdan sonra bura 2 xörək qaşığı dolu bitki yağı əlavə edirik. Bu qarğıdal yağı da ola bilər, günəbaxan yağı da ola bilər. Hər ikisindən istifadə edə bilərsiniz. Mən qarğıdal yağından istifadə etdim. Yağımızı da əlavə etdikdən sonra başlayırıq artıq xəmirimizi əlimizlə yoğurmağa. Lazım olduqca undan hissə-hissə əlavə edirik və xəmirimizi yoğururuq. Siz də hər zaman unu istifadə edərkən çalışın hissə-hissə əlavə edin. Unu bir dəfəlik əlavə etməyin. Ümumilikdə mən bu xəmir üçün 585 qram undan istifadə etdim. Tərəzisi olmayan xanımlarımızın nəzərinə çatdırım ki, 585 qram un hər zaman videolarımda istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 4 stəkan yarımdan 1 xörək qaşığı artıq un eləyir. Gördüyünüz kimi xəmirimiz nə çox bərk, nə də çox yumuşaq, orta yumuşaqlıqda bir xəmir olur. Xəmirin üzərini sadəcə salafanla örtürəm və masanın üzərində bir 15 dəqiqə xəmirimi gözlədirəm. 15 dəqiqə müddətində də biz içliyimizi hazırlayırıq. İçlik üçün əti əvvəlcədən çəkmişəm. Bizə lazımdır 500 qram dana əti. Mən burada 450 qram dana əti götürdüm. 50 qramı da quyruqdan istifadə etdim. 2 ədəd iri ölçüdə kartof götürürük. Kartofu nazik və kub-kub olmaq şərti ilə, çox qalın olmamaq şərti ilə doğrayırıq. 4 ədəd də orta boy soğan götürmüşəm. Soğanları da ortadan 2 yerə böldüm və hər böldüyüm soğanı yenə də 2 yerə bölərək samanvari şəkildə doğradım. Nə çox kiçik, nə də çox uzun doğramaq istəmədim. Ona görə bu cür doğradım. Soğanlarımızı da üzərinə əlavə etdikdən sonra zövqə görə üzərinə duz əlavə edirik. Mən 2 çay qaşığı dolu duz əlavə etdim üzərinə. Yarım çay qaşığı qara istiot əlavə etdim. Qırmızı istiotdan da istifadə edə bilərsiniz. Və ya daha da istiotlu sevirsinizsə, istiotu bir qədər artıq da əlavə edə bilərsiniz. Yarım çay qaşığı sarı kök əlavə edirəm üzərinə və 50 ml də adi su əlavə edirəm. Suyu da ona görə əlavə edirik ki, içliyi bir qədər, yəni ətimiz yumuşaq olsun və xəmirin üzərinə əti yayarkən rahatlıqla yayılsın. Özünüz də suyu ətin üzərinə əlavə edib qarışdırarkən görəcəksiniz ki, ət necə yumuşaq olur. Və beləcə hamısını yaxşı-yaxşı əlimizlə ovaraq içliyimizi hazır edirik. Dəyərli izləyicilərim, kim hardan videomu izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən kanalımızın böyüməsində bizə dəstək olmaq üçün zəhmətə dəyər verib videolarımızı bəyənməyi unutmayın. Videolarımızı bəyənirsinizsə, mütləq yaxınlarınıza da paylaşın. Və budur, içliyimiz də hazır oldu və xəmirlərimizi yağlamaq üçün 150 qram kərə yağını dağ edirik, əridirik və tortasından, yəni ayranından ayırırıq. Və bu müddətdə də bir 15 dəqiqə müddətində də xəmirimiz qaldı, dinləndi. Xəmiri götürürük, gördüyünüz kimi altına və üzərinə çox az un səpirik. Xəmiri eyni bərabərdə olmaqla 4 hissəyə bölürük. Yəni bu xəmirdən 4 ədəd kündə edirik və xəmirlərimizi kündələyirik. Kündələrin də üzərini örtüb, çox yox bir 10 dəqiqə gözlədirik ki, biraz kündəsini alsınlar ki, xəmirləri yayarkən rahatlıqla yuxalar açılsın. Və bunları kündələdikdən sonra alt hissələrinə də bir qədər un vururuq. Və baxın bu cür alt hissələrin una bulayaraq yığırıq, üzərlərini örtüb bir 10 dəqiqə müddətində gözləyirik.
Kündələri gözlətmək mütləqdir ki, yuxaları rahatlıqla yaya biləsiniz. Və üzərinə də bir salafan keçirdirəm. Masanın üzərində ilə ev temperaturunda bir 10 dəqiqə gözlətirəm. 10 dəqiqə gözlətdikdən sonra bir-bir götürürük kündələri, üzərinə altına un səpərək nazik yayırıq. Bir kündəni yayarkən çalışın digər kündələrdə hər biri salafanın altında qalsınlar ki, qurumasınlar. Değerli izləyicilərim, əgər vlog kanalıma abunə deyilsinizsə, mütləq vlog kanalıma da abunə olun. O kanalımda da dəstəyinizi gözləyirəm. Orada da inşallah yaya doğru gözəl videolarımız olacaq, maraqlı videolarımız olacaq. Mütləq həmin kanalıma da abunə olun, izləmədə qalın. Və bildirişləri aktiv edin ki, hər zaman paylaşdığım yeni videolardan sizlər də xəbərdar olasınız. Və gördüyünüz kimi kündəni belə nazik açdıqdan sonra yağımızı əritmişdim. Həmin o yağımızla, kəri yağıyla yaxşıca hər tərəfini fırça vasitəsilə yağlayıram. Bir qədər də xəmirimi dartaraq incəldirəm və tən ortadan 2 yerə bölürəm. İçliyimizdən də gördüyünüz şəkildə əlavə edirəm və hər tərəfinə yayıram. İçliyi xəmirin üzərinə yayarkən özünüz də görəcəksiniz ki, necə rahatlıqla yayılır. Ona görə də mütləq içliyi düzəldərkən içərisinə 50 ml adi qaynanmış su əlavə edin, soyuq su əlavə edin ki, içliyi qəşəng yumşaq alınsın və belə bu cür rahatlıqla xəmirin üzərinə yaymaq olsun. Çünki xəmir özü də incə xəmirdir, nazik açılır. İçliyimiz də yumşaq olsun ki, rahatlıqla yaymaq olsun. Və bu cür içlikdən bir qədər yaydıqdan sonra içliyi aşırı da əlavə etmək lazım deyil. Çünki xəmir çox incə bir xəmirdir. Və gördüyünüz şəkildə baxın, kənarları dartaraq incə şəkildə biraz qatlayırıq və bu cür ruletlər bükürük. Rulet formasında xəmirlərimizi bükürük. Və deməli bir kündədən bizdə 2 ədəd rulet alınır. Hazırlaması sizlərə qətiyyən çətin gəlməsin, çox rahatdır hazırlanmağı. Xəmir incə bir xəmirdir. Özümə tərəf dartaraq rulet şəklində bükürəm bunları. Baxın, bir kündədən 2 ədəd ruletimiz alındı. Mütləq listin içərisinə də yağlı kağız sərin, yoxdursa mütləq yağlayın, yapışmasın. Üzərlərini örtürəm bunun və keçirəm digər ikinci kündəmi də burada sizlərə göstərirəm. Sizlərə tam dəqiq aydın olsun deyə 2 ədəd kündənin hazırlamasını sizlərə göstərdim. Digər 2 kündəmizi də bunları necə hazırlamışdımsa onları da o cür hazırlayıram. Videomuz çox uzun alınmasın deyə ona görə 4 kündənin 4-ünü sizlərə göstərmirəm. 2 ədəd kündənin hazırlamasını sizlərə göstərmək elə bilirəm ki, artıq yetərlidir sizlər üçün. Xəmirlərimizi incə şəkildə açırıq, yayırıq. Yaydıqdan sonra baxın kənarları da biraz incəldirik. İstəsəniz hətta yağladıqdan sonra da biraz da darta bilərsiniz xəmiri, amma çalışın ki, cırmayın xəmiri. Baxın bu cür bir qədər incəltdikdən sonra kərə yağı ilə hər tərəfini fırça vasitəsilə yaxşıca yağlayırıq. Diqqət edin ki, hər tərəfi eyni bərabərdə olmaqla yağlansın. Yəni xəmirin yağlanmamış hissəsi qalmasın. Hər tərəfi yağlansın. Yağladıqdan sonra yenə də içliyimizdən əlavə edirik. İçliyi əlavə etməmişdən öncə də xəmiri tən orta hissədən 2 yerə bölürük. Gördüyünüz kimi 2 yerə böldük. Yenə də içlikdən əlavə edirik. Dəyərli izləyicilərim, yenə də qeyd edirəm, xəmir incə bir xəmir olduğu üçün bu xəmirin üzərinə yetərincə içlik əlavə etmək lazım deyil. Yəni sizlərə məsələn az görünə bilər, istəyirsiniz çox əlavə edəsiniz, çox əlavə etməyin. Çünki xəmir incə bir xəmirdir, çırılmasın. Həm də ki içərisində bu içlik bişsin. Ona görə çox əlavə etmək lazım deyil. Baxın bu cür yenə də başlayırıq bükməyə. Bükməmişdən öncə kənar hissələri biraz belə dartıb incəldərək qatlayırıq. Bunu da ona görə eləyirik ki, kənar hissələrdən içlik tökülməsin bişərkən. Və hamısını bu üsulla bükürük. 2 kündəmizi hazırladıqdan sonra artıq mən üzərlərinə yumurtanı çəkib sobaya yerləşdirirəm. Çünki xəmir incə bir xəmir olduğu üçün içərisinə içliyi də əlavə etmişik. Daha da qalıb yumşalmasın, cırılmasın xəmirimiz. Ona görə bu listi mən yerləşdirirəm sobaya. Bunlar bişənə kimi digərlərində mən hazırlamış oluram. Sizlər də bu cür edin. Gördüyünüz kimi 2 kündədən 4 ədəd rulet alındı. Çox bərəkətli bir reseptdir. Bunları da yerləşdirirəm listimin içərisinə. Gördüyünüz 2 kündəmi də baxın burada sizlərə göstərirəm. Bu 2 kündən də eynən bu üsulla hazırlayacağım. Bu 2 kündədən də 4 ədəd rulet çıxacaq. Ümumilikdə bu reseptdən 8 ədəd, yəni 2 list rulet alınır. Çox bərəkətli bir reseptdir. Üzərlərinə çəkmək üçün də 2 yumurta sarısına
Bir xörək qaşığı süd əlavə etdim, yaxşı-yaxşı qarışdırdım, üzərlərinə çəkirəm. Öncədən də sobamı yandırmışam. Mən konveksiya rejimində 160-170 dərəcə arasında tam 45 dəqiqə müddətində bunları bişirdim. Üzəri altı xına kimi qıpqırmızı qızarana dək, həm də ki içərisi bişməlidir. Ona görə tam 45 dəqiqə müddətində bişirdim. Sobanın ən alt gözündə bişirdim. Bir listimiz bişib hazır oldu və ikinci listimi də sobaya yerləşdirdim. Amma konveksiyasız adi sobalarda isə 180 dərəcədə bişirə bilərsiniz. 45 dəqiqə müddətində tam bişib hazır olur. İçərisindəki əti də gözəl bişir, kartof da yumşalır. Soğanı da bişmiş olur. Baxın, bu artıq ilk listimizdir. Bir qədər soyuyub. Soyuyanda bir qədər yumşaq olur. Amma bu listimiz isə indi hal-hazırda sobadan çıxartmışam, istidir. İsti olarkən də qəşəng üzəri xırçıltılı olur. İsti-isti də nuş edə bilərsiniz, soyuq halda da yeyə bilərsiniz. Hər iki cürdə çox ləzzətli olur. Burada indi kəsib iç görünüşünü də sizlərə göstərirəm. Özünüz görəcəksiniz ki, içərisi necə gözəl bişib. Həm içərisi qəşəng qat-qatlıdır, sanki qat-qat bir xəmirdir. Qeyd etdiyim kimi içərisində olan ətdir, kartofdur, soğandır, hamısı çox gözəl bişib. İçərisi də bir qədər soçludur. İnanın ki, dadından da doymaq olmur. Həqiqətən də möhtəşəmdir. Hazırlayın. Çətin gəlməsin sizlərə qətiyyən, çox asandır. Baxın, burada ətini də, hətta kartofunu da sizlərə göstərirəm ki, necə gözəl bişib, möhtəşəmdir. Amma tez sobadan çıxarmayın, çalışın ki, 45 dəqiqə müddətində bişsin ki, içərisində olan ətidir, kartofudur, hamısı bişsin. Baxın, bu börəklərimiz artıq soyuyub. Amma indi mən istisindən də kəsib sizlərə yenə də göstərəcəm. Bir qədər samsanın da dadını xatırladır. Çox ləzzətlidir, bir sözlə mütləq hazırlayın. Hazırlaması da çox asandır. Xəmir özü mayasız xəmir olduğu üçün tez başa gəlir hazırlamaq. Baxın, bunlar da qaynar-qaynar, tüstüsü belə çıxır. Gördüyünüz kimi altı üzəri qəşəng qıpqırmızı xına kimi qızarıb, içərisi də qat-qat. Çox ləzzətlidirlər. Mən isti-isti olarkən daha da çox bəyəndim bunun dadını. Göz haqqınızı halal edin, dəyərli izləyicilərim. Əgər bəyəndinizsə, mütləq sizlər də hazırlayın, evladlarınız üçün, ailəniz üçün nuş edin. Əgər videolarımızı bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Zəhmətə dəyər verib videolarımızı bəyənmədən keçməyin. Mütləq hazırlayın, geri dönüşlərinizi gözləyəcəm. Kanalımın böyüməsində hər zaman mənə dəstək olan, şərhlərdə xoş sözlər yazan hər kəsə, hər bir izləyicimə buradan ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Yeni videolarda görüşmək ümidilə sağ olun, salamat qalın.